Salam, çoxbucaqlar mövzusuna aid bir neçə sual həllinə baxaq. Deməli, birinci sualda verilib ki, daxili bucaqlarının cəmi 1440 dərəcə olan qabarıq çoxbucağının tərəflərinin sayını tapın. Birinci və ikinci sual eynidir. Birincini mən yazacağım, ikincinə suala baxıb yazmaq olar. Deməli, tərəflərin sayı n-dir, n bərabərdir sual. Qabarıq çoxbucağının daxili bucaqlarının cəmi 180 n-2 düsturu ilə hesablanır. Bunu bərabər edirik 1440-a. Burada hər tərəfdən 0 silərik, yəni 10-a bölmək deməkdir. 18 n-2 bərabərdir 144-ə. Buradan n-2-ni tapsaq, 144 bölü 18 olacaq 8. n-2 bərabərdir 8-ə. n də olacaq, 2-ni sağ tərəfə atsaq 10. Deməli, bu çoxbucağının tərəflərinin sayı 10-a bərabərdir. İkinci sual eyni bu qaydada. Baxaq, üçüncü suala. Deməli, perimetri 30 cm olan düzgün altı bucaqlının böyük diaqonalını soruşur. Əvvəlcə altı bucaqlını çəkək. Altı bucaqlı düzgün olduğuna görə bütün tərəfləri bərabərdir. Yəni, hər bir tərəfini A desək, olacaq, deməli, perimetri P bərabərdir 6A-ya. Perimetri 30 verilib, yəni P bərabərdir 30. P-ni yerinə 30 yazsaq, 30 bərabərdir 6A. Buradan tərəfin uzunluğunu 30 bölü 6, 5 alarım. Deməli, bu çoxbucaqlının, yəni daha doğrusu altı bucaqlının tərəfi 5-dir. Böyük diaqonalını soruşur. Böyük diaqonal 2A, kiçik diaqonal A kök 3 düsturu ilə hesablanır. Böyük diaqonalı yazaq. Deməli, böyük diaqonalın uzunluğunu tapsaq, A-nın yerinə 5 yazıb, yəni D bərabərdir. Olacaq 2 vur 5, 10. Yəni düzgün cavab B variantı. İndi isə dördüncü sualda eyni qaydada perimetri 36 verilib. Bu dəfə kiçik diaqonalı soruşur. P bərabərdir 36 və 6A dedik perimetrinə. 36 bərabərdir 6A-ya. A da olacaq 6. Və kiçik diaqonal D bərabərdir tərəfin kök 3 misli, yəni A kök altda 3. A-nın yerinə 6 yazsaq, cavab 6 kök altda 3. Yəni A variantı. Və 5-ci sualda böyük diaqonal verilib. Bu dəfə 4. Bizdən düzgün altı bucaqlının perimetrini soruşur. Deməli, D bərabərdir 4-ə. Dedik ki, böyük diaqonal D bərabərdir 2A düsturu ilə hesablanır. D bərabərdir 2A yazsaq, D-nin yerinə 4 yazırıq. 4 bərabərdir 2A-ya. Buradan tərəfin uzunluğu 4 bölü 2, 2 alırıq. İndi bizdən perimetrini soruşur. Perimetri 6 bucaqlı olduğuna görə 6A. 6-nı 2-yə vursaq, cavab olacaq 12A variantı.